Bugündən etibarən təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılır. Qeyd edək ki, proses 25 iyun tarixinə qədər davam edəcək. İlk gün riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, rus dili və ədəbiyyat, eyni zamanda xarici dil müəllimləri imtahan verir. Bütün müəllimlərimizə uğurlar. Bugün proses 18 müxtəlif imtahan mərkəzində təşkil olunacaq və saat 9:45-dən etibarən qeydiyyat prosesinə start verilib. Bugünkü gün ərzində təxminən 2000-dən artıq müəllimi sertifikatlaşma prosesində iştirakını nəzərdə tuturuq. Ümumilikdə prosesin təşkili ilə bağlı ölkə üzrə 44 imtahan mərkəzi formalaşdırılıb. Bu imtahan mərkəzləri ölkənin 19 müxtəlif şəhər və rayonunda fəaliyyət göstərəcək və eyni anda 10.000 iştirakçının imtahan verməsi üçün bütün şərait yaradılıb.